Salam dəyərli izləyicilərimiz. Bugün yenə Medlox efirimizin növbəti bir qonağını salamlayırıq. Qonağımız psixiatr Aydan Cabbarovadır. Aydan xanım, salamlayırıq sizi. Efirimizə xoş gəlmisiniz. Xoş gördük. Çox sağ olun dəvətiniz üçün. Yaxşı. İş günündən sonra gəlmişəm, amma hələ gümraham, yaxşıyam. Hər zaman bir psixiatrla efir aparmaq mənim üçün çox maraqlı olub, xoş olub. Ona görə ki, həqiqətən də onlar bəzən elə bir nüansları görə bilirlər, müşahidə edə bilirlər ki, daha sonra danışarkən o söhbətlər yadda qalan olur və unudulmaz olur. Hələ bildiyimə görə bir psixoloqla, bir psixiatrın söhbəti isə ümumiyyətlə çox beləcə uzun müddətli yadda qalan olur. Bəli, və bitməz tükənməz olur. Psixiatrlar onu düz vurğuladınız. Biz insanları gözləmirik ki, təkcə bizə nəsə məlumat versinlər, danışsınlar. Otağa necə girdi, necə baxdı, hara baxdı, bədən dili. Bunlar hamısı bizim üçün bir məlumatdır, bir siqnaldır. Yəni xüsusən də diaqnoz qoyanda. Əslində burada qısa bir haşiyə çıxmaq istəyirəm. Bir çox adam soruşur ki, psixoloq, psixiatr, psixoterapevt bunların fərqi nədir? Biz psixiatrlar həkimik. Tibb təhsilini, tibb universitetini bitiririk və amma aldığımız təhsil yenə də insanları müşahidə eləyib diaqnoz qoymaq istiqamətindədir. Psixoloq, psixoterapevt adətən həkim olub, həm də terapiya keçən insanlara deyilir, amma psixoloq da eyni uğurla özünə psixoterapevt deyə bilir. Psixoloq isə həkim deyil. Amma müalicə ilə məşğul olurmu? Bəli, klinik psixoloqlar da müalicə mütəxəssisləridir. Əslində amma bildiyim qədərilə klinik psixoloqların tibbi müalicə etmək ixtiyarı yoxdur. Tibbini nəzərdə tutmadan. Amma psixoterapiya bir müalicə üsuludur. Bu mövzunu açma səbəbi... Halbuki xarici ölkələrdə, xüsusilə Amerikada, yəni bu sahənin xüsusi bitirmiş, belə desə, PhD almış nümayəndələri artıq dərman müalicəsində paralel edə bilirlər. Bəli, müəyyən ştatlarda icazə verilib. Səhv xatırlamıramsa 6 aylıq kurs keçirlər və limitli bir məhdud sayda dərmanları yazma ixtiyarları olur. Azərbaycanda yoxdur belə bir təhsil növü hələ ki. Ümid edirəm gələcəkdə xidmətlər genişləndikcə, insanlar arasındakı bu damğalama, stigma aradan qalxdıqca bunlar öz yerini tapacaq. Amma psixoterapiya müalicə üsuludur. Bəli. Doktor, mən belə bir sual vermək istəyirəm və hər zaman bu sual mənə bir psixoloq kimi maraqlı olub. Ölkədə bizdə indi hal-hazırda pozuntular arasında ən çox rast gəlinən psixi pozuntular arasında əslində birinci yerdə deyərdim depressiyadır. Depressiya hətta hesablamalara görə yaxın 10 il ərzində ürək qan-damar sistemi və ağciyər xəstəliklərindən də ön plana keçib insanların ölüm göstəriciləri arasında, səbəbləri daha doğrusu arasında birinci yerə çıxacaq təəssüf ki. Depressiya və şəxsiyyət pozuntuları ən geniş yayılmış. Bir də biz keçmiş müharibə ölkəsi olduğumuza görə post-travmatik stres pozuntusu. Bunu ayırd eləmək mütəxəssis olmayan insanlar üçün çətin olur. Çoxsunu xasiyyət olaraq başa düşürlər, amma biz kənardan bunun diaqnoz olduğunu görürük axı. Bəli. Bəs şəxsiyyət pozuntuları arasında ən çox təsadüf olunan? Şəxsiyyət pozuntuları, yaxşı sual verirsiniz. Saatlarla danışım bu mövzuda. Çox maraqlıdır həqiqətən mənə. Şəxsiyyət pozuntularının əslində keçmiş təsnifata görə bir neçə növü var. Şizoid, paranoid, mükəmməlliyyətçi anankast, isterik tip, sərhədli tip şəxsiyyət pozuntusu, asılı, təşvişli bu növləri var, impulsiv tip. Amma xəstələrin beynəlxalq təsnifatı 11-ci baxışda bunlar ləğv edildi və əvəzinə ağırlıq dərəcəsinə görə qruplaşdırıldı. Yüngül, orta, ağır. Təkcə sərhədli tip şəxsiyyət pozuntusu ayrılıb orada. Ayrı diaqnoz kimi biz onu təyin eləyəcəyik. Əslində mən də dəstəkləyirəm, həmfikirəm bizim xaricdəki kolleqalarımızdan. Çünki minlərlə həkim, onların təcrübəsi əsasında, onların yığılıb bir yerdə komanda şəklində işləməsi əsasında bu təsnifat tərtib olunubdur. Məsələ nədir? Heç bir şəxsiyyət pozuntusu tamamilə xalis 100% bir halda mövcud olmur. Adətən bir qarışıq olur. Bəzilərində məsələn 90% mükəmməlliyyətçi olur, 10% paranoid olur. 30% isterik olur, 70% təşvişli olur. Və müasir təsnifat bunların qarışıqlığın çoxluq təşkil elədiyini nəzərə alıb və ağırlıq dərəcəsinə görə bunu təsnif eləyibdir. Bəli, bəli.
Və arasında amma mən köhnə ilə desəm, belə deyim ki, hansı daha çox yayılıbdır? Sərhədli tip şəxsiyyət pozuntusu. Çünki onun özünün də növləri var, alt tipləri, qrupları var. Sadəcə etnik xüsusiyyətlərimizə görə sərhədli tip şəxsiyyət pozuntusu Avropada, Amerikada təzahür etdiyi formada açıq təzahür edə bilmir bizdə. Ona görə də onları görmək çətin olur və vaxtında aşkar eləmək çətin olur. Biraz bu pozuntunu açıqlayardınız bizim izləyicilərimiz üçün. Sərhədli tip şəxsiyyət pozuntusu ən çox mən istəyirəm sadə dildə danışım. Çünki tamamilə sadə dildə. Çünki bizə təbii ki, sadə vətəndaşlar baxır və tam anlaşıqlı olduqda onlar üçün də çox gözəl olur təbii. Çünki mən kiçik və böyük kriteriyaları əzbərdən saysam, bu anlaşılmaz olacaq dinləyicilər üçün. Sərhədli tip şəxsiyyət pozuntusu o pasientlər adətən klassik şikayətlər olur. Boşluq hissi var içində. Mən depressiyada deyiləm, buna depressiya deyə bilmirəm, amma zövq ala bilmirəm, maraqlı deyil, niyə yaşadığımı, nə işə yaradığımı ayırd eləyə bilmirəm. Ən çox bu boşluq və özünü identifikasiya. Özünü identifikasiya, yəni özünü tanıma və təqdim eləmə cəmi şəklində burada çətinliklər olur. Çətinlik deməzdim, daha doğrusu onlar bunu ağır yaşayırlar. Sərhədli tip şəxsiyyət pozuntusu olanlar intihara meyilli olurlar. Özünə xəsarətə meyilli olurlar. Özünə xəsarətlə intihar çox incə sərhədi olan iki ayrı termindir. Əsəbiləşib nevrotik reaksiya, affekt fonunda özünə xəsarət yetirə bilər insan, amma məqsədi intihar olmamış ola bilər. İntihar isə daha başqa bir, o yola gəlirsən, təəssüf ki, daha çox depressiyanın nəticəsidir. Buradan da belə nəticə çıxır ki, sərhədli tiplər də depressiyaya meyillidir ki, intihara da meyillidirlər. Sərhədli tip şəxsiyyət pozuntusu adətən uşaqlıqdan bəri çox travma almış insanlarda formalaşır. Ümumiyyətlə bizim şəxsiyyətimiz, siz məndən də yaxşı bilirsiniz bunları. Səhv eləyirəmsə düzəldin səhvimi 3 yaşdan etibarən deyəsən formalaşmağa başlayır. Uşaq öz şəxsiyyətini 3 yaşdan etibarən tanımağa başlayır, özünü mən deyərək adlandırır və artıq o şəxsiyyətin strukturunun formalaşması o yaşdan etibarən ciddi bir mərhələyə başlayır. Bəli. Bax, həmin bu mərhələnin gedişi boyunca bizim aldığımız tərbiyə, müşahidə elədiklərimiz, genetikamız, böyüdüyümüz mühit, bunlar hamısı şəxsiyyətin formalaşmasında öz sözünü deyir, ciddi bir rol oynayır. Və ailəsi natamam olanlar, bu da ciddi bir faktordur. Bəzən analar deyir ki, mən övladın tək böyüdən analar. Mən ona heç nəyin əksiliyini hiss elətdirməmişəm. Həm ana olmuşam, həm ata olmuşam. Problem də burdadır da, həm də ata olubdur da. Elədir. Bu o deməkdir ki, hər ikisi də yarımçıq qalır daha çox. Ona görə ki, təbii ki, eyni funksiyanı eyni anda yerinə yetirmək çox çətindir və xanım da parçalananda hər iki tərəfə eyni enerjini verməyə çalışdığı zaman da özünü daha çox unudur ki, bu zamanda artıq istədiyini verə bilmir. Amma bilir nə vermək istədiyini. Eynən, bilir, amma onu nizamlama problemi yaşayır. Bir də nə qədər o rolu yerinə yetirməyə çalışsa da, ətrafında valideynlərinin hər ikisi yanında olan, rifah ailədən olan uşaqlarla bir müqayisə gedir axı uşağın beynində. Və həmişə vurğulayıram, uşaqlar səbəb-nəticə əlaqəsini əvvəl qura bilmirlər, sonra isə yanlış qurmağa meyilli olurlar. Bu da çox normaldır. Onların həyat təcrübəsi hələ düzgün səbəb-nəticə əlaqəsi qurmağa yetmir. Ki biz böyüklər də yanlış səbəb-nəticə əlaqəsi tez-tez çıxarda bilirik, amma uşaqlarda bu daha geniş yayılmış bir şeydir. Ona görə də onlarda özlərini başqa uşaqlarla müqayisə eləyib travmatik nəticə almaq ehtimalı yüksəkdir. Travma deyəndə bir valideyn müraciət eləmişdi ki, mən uşağıma hər şey vermişəm, maddi olaraq belə heç bir çətinliyi olmayıbdı. Nəyə görə mənim uşağıma borderline diaqnozu təyin olunur və onun uşağı ilə danışıq modelini dinləyəndə, uşağın özünü dinləyəndə ki, uşaq dediyimiz yeniyetməkdir əslində, məlum oldu ki, valideyninin doğru saydığı addımlar uşağın ehtiyac duymadığı addımlar idi. Ehtiyac duyduqları isə yanında olmayan ata ilə gedibdi. Bəli. Burada ananı biz günahkar... qayğı. Bəli.
Ananı günahkar çıxarda bilmərik. Amma o çatışmazlıq uşağa travma veribdi və uşağın problem kimi gördüyü məsələlər bir başqası üçün ümumiyyətlə əhəmiyyətsiz ola bilər. Bir də bu vacib tərəfi var. Nəyin əksikdir ki, tez-tez işlədilən və çox zamanda çox yersiz olan, aqressiyanı daha da artıran bir cümlədir. Əslində heç məsləhət görmürük. Yəni nəyin əksikdir ki? Mənim üçün bu stəkan önəmli ola bilər, sizin üçün önəmsiz ola bilər. Demək ki, bu stəkan sınanda mən ağlayacağam, siz yox. Amma heç birimiz nə səhvik, nə düzük. Elədir. Hər kəsin verdiyi reaksiya təbii ki, psixoloji xüsusiyyətlərinə uyğundur və hər kəsin öz həqiqəti var. Eynən. Yetər ki, biz o hər bir tərəfin həqiqətinə hörmət qoya bilək ki, dəyər verə bilək ki, o insanlar da özlərini dəyərli hiss eləsinlər. Çox geniş və maraqlı izah elədiniz, doktor. Mənə daha bir sual hər zaman maraqlı olub və əksər tanıdığım psixiatrlara birə-bir görüşlərdə də verirəm. İndi günümüzdə hal-hazırda şəxsən mənim özümə belə pasientləri gərək olduğu zaman və yaxud da ki, gərəyincə psixiatra yönləndirdiyim zaman bəlli bir narahatçılıq var, bir fobiya var, bir gərginlik var, bir həyəcan var. İstəyir psixiatrın özü ilə görüşdüyündə, istəyir yazdığı dərmanlarda, istəyir dediyi fikirlərdə, ifadələrdə ki, mən bunun çox əleyhinəyəm. Ona görə ki, bir çox hallarda şəxsən mənim özümün aldığım nəticələrdə psixiatrların çox əhəmiyyəti var. Həm dediyi fikirlərdə, həm yazdığı dərmanlarda, həm takiblərində. Əslində mən bu stereotipi çox ciddi bir şəkildə dağıtmaq istəyərəm. Siz nə düşünürsünüz? Bunun təməl səbəbi nə ilə bağlıdır və necə öhdəsindən gələk və necə pasient, necə bir vətəndaş bunun öhdəsindən gəlsin ki, lazım olduğu təqdirdə mütləq də ki, psixiatr yanında olsun? Çox incə bir mövzuya toxundunuz. Mən bu mövzuda maarifləndirməyə çalışan, mübarizə aparanlardan biriyəm. Əvvəla bizdə maariflənmə çox zəifdir. Psixiatrın işi nədir? Sualının cavabını bir çoxu dırnaqarası bir cümlə işlədəcəm. Maştağada dəliləri müalicə edir. Bu cümləni gün ərzində o qədər insandan eşidirəm. Yolda eşidirəm, qonşuda eşidirəm, yanıma gələn pasientlərin yaxınlarından, telefonda. Belə deyil. Əvvəla dəli deyə bir şey, anlayış yoxdur. Diaqnoz yoxdur. Belə bir vəziyyət yoxdur. Dəli sözünü şairlər də işlədir, yazıçılar da işlədir. Dəli sözünün müsbət, fəlsəfi mənada işləndiyi də kifayət qədər olub və olacaq da. Stigma buradan gəlir. Vaxtında yanlış da tam düzgün ifadə olmazdı. Belə ifadə edeyim bunu. Psixologiya ümumiyyətlə yeni bir elmlərdən sayılır. Yeni olmağı da normaldır. Çünki insan beynini kəşf eləmək və bunu bir elmə çevirmək hər halda orta əsrlərdə yəni insanların qayğısı başqa idi. Və yeni olduğu üçün maariflənməyə vaxt ayrılmır. Dərmanların kəşfi, necə müalicə eləyək, necə işin içindən çıxaq. Maariflənmə biraz kənarda qaldı. Bir də biz ölkə olaraq da çox çətin periodlardan keçdik. Və həmin dövrlərdə 80-lər, 90-lar, həmin dövrlərdə yəni insanlar bir də psixiatrın işi nədir, bunun izahı ilə məşğul olub, buna zaman ayrılmadı və olan oldu. Olan oldu, gəldik bugünkü nöqtəmizə çatdıq. Yanlış qavram oldu. Yanlış qavrama oldu. Bir də orada terminlərin özü ilə bağlı da bir çaşdırıcılıq var, problem deyil. Nevrologiya, psixiatriya, nevrologiya, nerviləşdim, nevroloqa getməliyəm. Yox balam. Psix deyiləm ki, psixiatra gedim. Yenə də yox. Məsələ orada nədir? Mən öz kolleqalarıma incə bir şəkildə xətirlərinə dəymədən vurğulayıram həmişə ki, xəstəliklərin beynəlxalq təsnifatını açacaqsan, şifrələrin orada hərflər var, baxacaqsan. Sənin yanına gələn pasiyent əgər təşvişdən şikayət eləyirsə, təşvişin şifrəsi F-dir. F41-dir. Bu təsnifatda psixiatriya bölməsidir. Bir zəhmət göndər bunu psixiatra, maarifləndir. Qoy o daha ixtisaslaşmış müalicə alsın. Biliklərə qalsa, biz hamımız tibb biliyi almışıq. Mən təzyiqi necə müalicə eləmək lazımdır bilirəm. Mən hətta necə tikiş atılır onu da bilirəm. Amma bir mütəxəssis kimi bunu eləyə bilərəm? Əlbəttə ki, yox. Bunun dərinliklərini mən psixiatr bilirəm öz işimi.
Və biz maarifləndirmirik xəstəni. Və belə izah eləyir bir çoxu. Xəstə dedi ki, mən vaxtım yoxdur getməyə. Mən də bilirdim ki, filan dərmandı, yazdım, getdi. Və nə qədər yanlış müalicələr görürük. Bəli, çox haqlısınız. Çünki burada antidepressant, məsələn, antidepressant əslində müasir təsnifatda antidepressant deyə bir termin yenə qalmayıbdı. Çünki antidepressantlar yalnız depressiya əleyhinə istifadə edilmir. Və yalnız bir psixiatr bilir ki, təşvişdə hansı antidepressant yazılır, sadəcə tükənmədə hansı yazılır, depressiyanın hansı növündə hansı antidepressant yazılır. Nə nevroloq, nə terapevt, nə kardioloq, nə gastroenteroloq, onlar bu dərinliyi bilmir. Çünki bu onun işi deyil, o bunun təhsilini almayıbdı. Və xəstə gəlir yanımıza, təşviş, panik atak keçirdir və ona molekulun adını çəkməyəcəm burada, yorucu olacaq. Ona yazılıbdı əlaqəsi olmayan bir antidepressant və antipsixotik. Heç terapiya keçməli olduğu belə deyilməyib. Təsəvvür edirəm. Və məni bir acınacaqlı bir halda. Acınacaqlıdır əlbəttə ki. Çünki məni bir həkim kimi xəstənin sağlamlığı maraqlandırır axı. Və həmin momentdə toparlamağa çalışırıq, amma biz psixiatrların toparlamağı çətindir. Çox gözəl mövzulara toxundunuz və düşünürəm ki, bugünkü gün bu istiqamətdə həqiqətən bu fikirləriniz mənim üçün çox kömək eləyəcək növbəti yönləndirmələrdə. Çünki həqiqətən elə pasiyentlər var ki, psixiatrın baxışı orada mütləqdir və nə yaxşı ki, belə geniş informasiya verdiniz və gəldiyiniz üçün də çox minnətdaram, təşəkkürümü bildirirəm. Vaxt tapdınız, bu qədər iş arası gəldiniz. Çox sağ olun. Siz sağ olun dəvətiniz üçün. Mənim üçün də çox xoş oldu. Çox xoş oldu. Və nəhayət daha bir maraqlı və geniş buraxılışımızın sonuna gəldik. Növbəti görüşlərdə görüşənədək.